8 may müstəqillik gününə həsr olunmuş konsert proqramına başlayır. Demokratik prinsiplərə əsaslanan ilk Azərbaycan dövləti, Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu, təkcə bir dövlətin yaradılması deyil, eyni zamanda xalqın azadlıq əzminin, milli iradəsinin və dövlət qurmaq bacarığının parlaq nümunəsidir. Bugün, Respublikanın hər yerində olduğu kimi, biz də bu şanlı tarixi böyük qürur və minnətdarlıq hissi ilə qeyd edirik. Şübhəsizdir ki, bu müstəqillik heç də asan başa gəlməyib. Vətənimizin müstəqilliyi, Azərbaycanın istiqlalı, bayrağımızın ucalığı naminə canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Regional Mədəniyyət İdarəsinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən 28 may müstəqillik gününə həsr olmuş tədbirimizin rəsmi hissəsinə başlayırıq. Çıxış üçün söz verilir Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Cənab Həsən Həsənov. Əziz həmvətənlər, hörmətli tədbir iştirakçıları, möhtərəm qonaqlar. İcazə verin sizləri sabahki müstəqillik günü münasibəti ilə sizlərin timsalında bütün xalqımızı təbrik edirəm. Uzun ömür, can sağlığı, Allah bu əminamanlığı, bu firavanlığı xalqımıza çox görməsin. Bu günləri bizim böyük bir kollektiv burada gəlib Sabirabadlıların haradasa ruhunu oxşamaq üçün gəliblər. Gələn qonaqlarımıza xoş gəldin deyirik. Himrimiz səsləndi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutuna yad olundu. Çalışacağım ki, qısaca danışın. Qonaqlarımız bilsin ki, Sabirabad, Azərbaycanın bütün güşələri hamısı əzizdir, doğmadır, gözəldir. Gələndə bu gözəllikləri görüblər, siz də görmüsünüz və yerüstü sərvətləri gördüyünüzdən 100 dəfə, 1000 dəfə artıq torpağın altı daha sərvətlidir, daha qiymətlidir. Çünki o torpaqda bizim şəhidlərimiz yatır. Bu günləri Qara Qarayev adına, Mədəniyyət Nazirliyi nəzdində Qara Qarayev adına İncəsənət Mərkəzinin kollektivi və balalar burada iştirak edir. Burada məktəbin direktoru Könül xanım Hüseynova iştirak edir. Könül xanım sizlərlə və sizin gəldiyiniz siz və sizin kollektivi təbrik edirəm. Sabirabadı seçib gəlmişsiniz. Allah sizlərə həmişə daim olsun. Gələcək işlərinizdə uğurlar arzu edirəm və sizə bir əziyyət olsa da deyəcəm, qalxın bir dəqiqəlik sizin haqqınızda danışmaq istəyirəm. Könül xanım, xahiş edirəm. Demək, Könül xanım Qabil Hüseyninin qızıdır. Allah hərəni bir cür sıralar çəkir. Könül xanım mərd, mübariz, dəyanətli bir Azərbaycan qızıdır. O sığa, o itki, Azərbaycanın demək bütövlüyü uğruna itkini şəxsən öz ailəsində çəkir. Allah o qəlbinizə görə versin. Siz dəyanətli, mərd, mübariz qızsınız ki, bir Azərbaycan xanımsınız ki, bugün gəlib bizim qəlbimizə oxşayırsınız. Və burada mən hamıdan xahiş edirəm. Burada təmənnasız olun. Heç bir bilet satışları yoxdur. Regional Mədəniyyət İdarəsi, Mədəniyyət Nazirliyinin və özünün şəxsən Könül xanımın təşəbbüsü ilə Sabirabadı seçib. Ona görə də burada balaların çıxışı olacaq. Xahiş edirəm, axıra qədər dinləyin və biz burada çıxış edənlərə, başda Könül xanım, yaradıcı insanlara alqış lazımdır. Alqış insanlar. Könül xanım, gələcək işinizdə uğurlar arzu edirəm və çalışırım ki, bu musiqiyə daha çox ehtiyacınız var. Sağ olun, çox sağ olun. Çıxış üçün söz verilir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynovaya. Hər birinizi salamlayıram, hörmətli tədbir iştirakçıları, hörmətli Həsən müəllim, Nadir müəllim və bütün hörmətli bizim ziyalılarımız, gözəl müəllimlərimiz. Mən doğrudan da çox qürurluyam ki, müstəqilliyimizi tərənnüm edən 28 may bayramını məhz sizlərlə qeyd edirəm. Çünki bizim həmrəliyimiz, birliyimiz, bir olmağımız elə burada aydın şəkildə özünü biruzə verdi. Biz bir xalq kimi öz mərdliyimizi zəfərimizlə nümayiş etdirdiyimiz kimi
İndi bu müstəqillik günündə biz öz töhfəmizi, öz yaradıcılığımızın bəhrəsini, öz fəaliyyət göstərdiyimiz məktəbin istedadlı şagirdlərinin ərsəyə gətirdikləri istedad nümunələrini məhz sizinlə paylaşmaq istədik. Öz biliklərimizi, öz sevgi dolu incəsənətə aşıladığımız ideyaları, fikirləri məhz sizlərlə paylaşmaq istədik. Müstəqilliyimiz 1918-ci ildə bərqərar olunduqdan sonra bu günə kimi böyük vüsət alaraq bizim qələbəmizlə tamamlandı. Biz doğrudan da xoşbəxt bir xalqıq. Məmməd Əmin Rəsulzadənin təməli qoyulduğu 28 may bizim müstəqilliyimizin əldə olunduğu bir gün. İndi dövlət başçımız möhtərəm İlham Əliyevin dəmir yumruq kimi ətrafında birləşdiyimiz və bizi bərqərar olaraq öz azadlığımıza qovuşduğumuz torpaqlarımızın öz bizə məxsus olan bir növ qürurumuzu andıran hissəsini özümüzlə paylaşdığımız ana gətirdi, bizi çıxartdı. Biz artıq mübariz xalqın başuca, başı dik nümayəndələriyik. Biz əzilmiş, torpaqları işğalda olan bir Azərbaycan xalqı deyilik. Bizim artıq bütün dünyada öz haqqımız, bütün dünya ölkələri qarşısında suverenliyimizi təsdiq edəcək alın açıqlığımız vardır. Artıq bizim mövqeyimiz də tamam fərqlidir, bizim ideologiyamız da tamam fərqlidir və biz artıq tamam başqa bir müstəviyə daxil olaraq öz fikirlərimizi, düşüncələrimizi bəyan edən və daha bir olan bir xalqa çevrilmişik. Yəni, biz əgər zəfərimizdən arxaya dönüb baxanda bu son 5 ildə nə qədər inkişaf etdiyimizi və eyni zamanda nə qədər bir olduğumuzu açıq şəkildə bəyan etdik. Qarabağımızı dirçətməklə, mədəniyyətimizi çiçəkləndirməklə və eyni zamanda bu yetişməkdə olan gənc nəslə öz töhfələrimizi verməklə daha bir istedad nümunəsi təqdim etmiş olduq. Və bununla da sübut etdik ki, bizim qəhrəman şəhidlərimizin tökdüyü qan əbəs yerə axıdılmayıbdır. Biz və bizim indi sizə təqdim edəcəyimiz istedadlı körpələrin sənətləri onların adlarını bütün dünyada andıracaq şəkildə, yaddaşlara yazdıracaq, həkk elədiləcək şəkildə çalışqanlıqlarıyla yaddaşlarda qalırlar. Bu sözsüz ki, belədir. Çünki hər bir sənət nümayəndəsi öz fəaliyyəti ilə yaddaşlarda qalmalıdır. Nəsə bu dünyaya, bu xalqına, tarixinə bir bəhrəsi olmalıdır. Mən doğrudan da çox qürurluyam ki, məhz bizim ilk regional bir tədbirimizi Sabirabadla başlamış olduq. Çünki attestasiya ilə bağlı görüşlərdə biz Nadir müəllimlə, hörmətli Nadir müəllimlə tanış olduq. Onun nə qədər mütərəqqi ideyalara malik olduğunu, daim yaradıcılıqla yaşadığını və gözəl ideyalara sahib olduğunu mən açıq, aşkar şahidi oldum. Və çox böyük ürəklə bu Sabirabada öz töhfəsini verməyə hazır olan bir rəisdir. Mən əminəm ki, siz də doğrudan da bunu getdikcə çox yaxşı duyacaqsınız və sizin də böyük şansınızdır ki, onun kimi regional rəisin idarəçiliyi altında çalışaraq daha da gözəl fəaliyyət nümunələri nümayiş etdirmiş olacaqsınız. Nadir müəllimə sizə dərin minnətdarlığımı bildirirəm, çünki siz bu müddət ərzində son dərəcə diqqətli, həssas və ən xırda məqamı belə düşünərək bizə bu möhtəşəm konsert salonumuzda dərs, həm ustadlıq dərsiniz olacaq, onun şəraitini yaratdınız və körpələrinizin özlərini sübut etmək üçün bu gözəl məkanı bizə təqdim etdiniz. Hörmətli Həsən müəllimə dərin minnətdarlığımı bildirirəm ki, çox gözəl təqdimat etdiniz və sizin kimi insanlar var olduqca bu şəhidlərin ruhu həmişə əbədiləşəcək. Sizin kimi vətənpərvər, öz işinin başında səylə duran və canfəşanlıqla öz xalqın üçün çalışan insanlar var olduqca bizim xalqımız da daima öz milli mənliyini sübut edəcəkdir. Və düşmənlər qarşısında bir daha da mərd və qalib xalq olduğunu və nə qədər istedadlı, bacarıqlı olduğunu bütün dünyaya bəyan edəcəkdir. Çox sağ olun və əminəm ki, sizin bizim istedadlı balalarımızın ifasında
gözəl musiqi nömrələri xoşunuza gələcəkdir. İlk dəfə olaraq mən hələ bir il deyil ki, məktəbə direktor təyin olmuşam və orada bəzi yeniliklər var. İstər balet sahəsində, balet o vaxta kimi orada tədris olunmurdu. İndi artıq bizim Xoreografiya Akademiyasının gözəl müəllimləri var. Əməkdar artist Tamila xanımın quruluşunda, gözəl bizim baletmeysterimiz, baleronumuz Emil müəllim quruluşunda siz gözəl bir 7 gözəldən nümunələr görəcəksiniz. Bizim çox gözəl orkestrimiz var. Nigar xanım Cavadova ona rəhbərlik edir. Və bir çox nümunələr var ki, bizim istedadlı müəllimlərimizin hər birinin öz töhfəsini, öz yeniliyini, öz fərdiliyini və öz təfsir xüsusiyyətlərini nə cür quruluş verdikləri musiqi nömrələrinə və eyni zamanda da tədris etdikləri metodikalarına sirayət etdiyinin açıq şahid olacaqsınız. Təşəkkür edirəm. Sizə gözəl və xoş seyirlər arzu edirəm. Hörmətli tədbir iştirakçıları, indi isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektiv tərəfindən hazırlanan 28 may müstəqillik gününə həsr olunmuş konsert proqramına başlayır. Hörmətli xanımlar və cənablar, əziz Sabirabadlılar, hər birinizi xoş gördük. Bugünkü konsertimiz Azərbaycan tarixinin çox şanlı, qürur verici və şərəfli səhifələrindən biri olan müstəqillik gününə həsr olunub. Bu tarix ki, Azərbaycan dövlətinin inkişafında çox mühüm bir tarixi dönüş nöqtəsidir. 1918-ci il 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı il. Gəlin bir tarixi ekskurs edək. 18-ci ilin may ayının 26-sı Tiflisdə Zaqafqaziya Seyminin növbəti bir iclası keçirilir. Və ertəsi gün həmin iclasda Azərbaycanlı nümayəndələrdən ibarət Milli Şura yaradılır. Və həmin Milli Şura 44 nəfər Azərbaycanlıdan ibarət olaraq sədr qismində Məmməd Əmin Rəsulzadəni seçirlər. Və beləliklə 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunur. Və bundan sonra 26 deputatdan ibarət olan Azərbaycan şəxsləri İstiqlal bəyannaməsini imzalayır. Məmməd Əmin Rəsulzadə, Əli Mərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əli Ağa Şıxlinski, Səməd bəy Mehbandarov və başqaları məhz müstəqilliyimizin səbəbkarlarıdırlar. Müstəqillik yalnız azad olmaq deyil, müstəqillik həm də azad yaşamaq, azad yaratmaq haqqı idi. Məhz bu dönəm Azərbaycan xalqının inkişafında mühüm bir mərhələ idi. Məhz həmin dönəmdə Azərbaycan dili dövlət dili elan olunur. Dövlət atributlarımız, gerbimiz, himnimiz, bayrağımız məhz həmin ildə yaranır. Eyni zamanda milli valyutamız haqqında əsasnamə də bu ildə imzalanır. 1919-cu ildə elm və təhsil sahəsində çox böyük irəliləyişlər nəzərə çarpırdı. Məhz 100-dən artıq gənc xarici ölkələrə təhsil almağa göndərilir ki, həmin şəxslər Azərbaycanın daha sonraki gəncliyinin inkişafında, maariflənməsində çox mühüm rol oynuyordu. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin dönəmində qadınlara seçki hüququ verilir. Halbuki bu Avropa ölkələrindən qat-qat əvvəl yaranan bir hadisə idi. Bu da onu təsdiqləyir ki, Azərbaycan daim tərəqqipərvər, inkişafa doğru addımlayan bir cəmiyyət ilə zəngin idi. Çox əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərir. Lakin bu fəaliyyəti dönəmində Azərbaycan tarixi üçün mühüm
əhəmiyyət kəsb edir. 1920-ci il aprel ayında Bolşeviklərin hərəkatı ilə Xalq Cümhuriyyəti süquta uğrayır. Lakin Azərbaycan xalqının heç bir zaman istiqlal arzusu, müstəqilliyi sarsılmır. Əksinə, gün-gündən daha da çoxalır. Və beləliklə 1991-ci il Azərbaycan yenidən öz müstəqilliyini bərpa edir. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyətinin ili elan etmişdir və bununla bağlı olaraq həm Respublikamızda, həm onun hüdudlarından kənarda dəfələrlə çox maraqlı, mötəbər tədbirlər həyata keçirilmişdir. Biz bilirik ki, dövlət başçımız 2021-ci il oktyabrın 15-də imzaladığı sərəncama görə əvvəllər 28 may gününün, Respublika gününün elanını müstəqillik günü kimi elan etmişdir və dönə-dönə öz çıxışlarında məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisləri olduğunu qeyd etmişdir. Bizim musiqimizin, mədəniyyətimizin də bilirsiniz ki, başında duran Dahi Üzeyir bəy Azərbaycan Xalq Cümhuriyyəti dönəmində çox mühüm işlər görmüşdür. Üzeyir bəyin Əhməd Cavadın sözlərinə yazdığı Çırpınırdı Qaradəniz, eləcə də Azərbaycan Respublikasının dövlət himni məhz bu dönəmdə yaranmışdır. Və Üzeyir bəyin Xalq Cümhuriyyəti ilə bağlı olan bir sıra dəyərli fikirləri o zamanlar çıxış elədiyi bir sıra qəzetlərində, Tərəqqi, Həqiqət, Azərbaycan qəzetlərində dərc olunurdu. Mən Üzeyir bəyin bir fikrini sizə oxumaq istəyərdim icazənizlə. Üzeyir bəy qeyd edirdi ki, bugün biz bu cürə dövləti qorumağa və ictimai işlərə daxil olmağa məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur. Çünki biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, cəmaat da bizimdir. Bax, bu sözləri bizim dahi bəstəkarımız Üzeyir bəy hər zaman öz publisistik yazılarında və çıxışlarında dönə-dönə qeyd edirdi. Mən isə öz çıxışımı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında böyük rolu və əməyi olan Məmməd Əmin Rəsulzadənin sözləri ilə sonlandırmaq istəyirəm. Sən bizimsən, bizimsən, durduqda bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Təşəkkür edirəm. İndi isə ilk musiqi nömrəsini təqdim edirik sizlərə. Üzeyir Hacıbəyli, Çırpınırdı Qaradəniz. İfa edir Nilay Quluzadə. Müşahidə edir Qara Qarayev adlı Mərkəzi İncəsənət Məktəbinin kiçik tərkibli orkestri. Bədii rəhbər Nigar Cavadova. Konsertmeyster Sevinç Kərimova.
Tofiq Quliyev, vals. Çıxış edir Qara Qarayev adlı Mərkəzi İncəsənət Məktəbinin kiçik tərkibli orkestri. Bədii rəhbər Nigar Cavadova, konsertmeyster Sevinç Qərimov.
hörmətli tədbirçilərimiz. Əziz dostlar, bizdə Qaradağ məclisində Çıxardım bunu, atım ortaya. başlar rəhbərlik olmaqla bütün kollektivlə öz təşəkkürümüzü bildiririk. Bugünkü konsertimizi dinlədiyinizə görə hər birinizə də ayrı-ayrı təşəkkürümüzü bildiririk. Və sonda Ünvan Regional Mədəniyyət İdarəsini təşəkkürünü Körün xanıma təqdim edən bütün məktəbin kollektivini seviriz.